Hoş gördük kızlar. Bugün canlıda pişirdim diye paylaşa bilmədim. Dəfələrlə paylaşmışam. Hazır yuxanın içində ürəyiniz nə istəyir yığın, bükün, qızardın. Mən qəşəng cincilim, keşniş, sonra nar. Orada qızlar dedi nar da əlavə elə. Əslində mən xoşlamıram, amma qəşəng olur. Hə, soğanla qəşəng göyərti hansını istəsəz, belə yığın hazır yuxanın içinə. İstəsəz narvın, istəsəz yox. Bundan başqa göyərti ilə eləyəndə qəşəng quruşur da əlavə eləyə bilərsiniz. Pendir də əlavə eləyə bilərsiniz. Toyuğu bişirib toyuq da əlavə eləyə bilərsiniz, kök də əlavə eləyə bilərsiniz. Bu sizin özünüzün istəyinizdən asılıdır. Əlinizdə nə varsa evdə, bəzən elə quru yeməklər var ki, artıq qalır. Bugün yuxuya hazırlayın. Qəşəng qızardın, yeyin. Xırçıltılı, çox dadlı, çox gözəl, çox asan. Yəni hamı çox sevir. Qalanlarını da belə qablaşdırıram, atıram soyuducuya. Sonra istədiyim vaxtı çıxardıb qızardıram. Yəni xarab olmur. Əsas odur ki, hava keçməsin, nəmləməsin. Bu qədər. Dadı super, möhtəşəm. Bugün canlıda pişirdim deyə çəkməmişəm. Səhifəmdə var bol-bol başqa-başqa. İspanaqla da gözəl olur. Göyərti, nə cür istəsəz bişirin, yeyin.